Salam. Deməli burada bizə nə veribdi? Veribdi natrium üstəgələk metil bromid. Bu virus reaksiyasıdır. Buradan alınır alkan, 1 mol alkan, bir də 2 mol natrium klorid. Əmsallaşdırıram. Deməli burada monohalogenli törəmənin də qarşısında 2 yazıram, natrium da qarşısında 2 yazıram. Görə verilənlər nə qədərdir? 380 qram metil bromid verilib. Bu 4 moldur. Metil bromidin kütləsinə bölürəm. 380-i 4 mol eləyir. Natrium da 4 moldur. Görə indi bu 4 mola nə qədər alkan əmələ gəlir? 2 mola 1 mol alkan əmələ gəlir. 4-ə x. X bərabərdir. Tapdım ki, buradan 2 mol nə əmələ gəlibdir? C2H6. Sonra nə deyir? Artıq biz x almışıq. Deməli 2 moldur. C2H6'dır. 4,5 molda Y-in, yəni deyir bu iki qazın qarışığının orta molyar kütləsi guruldayıcı qazın orta molyar kütləsinə bərabər olur. Gəlin baxaq görək guruldayıcı qaz nədir? 2x hidrogen, bir də oksigenin molu da x, yəni 2-nin 1-ə olan nisbətini nəzərdə tuturam. İndi bunun orta molyar kütləsini hesablayaq. M orta bərabərdir. 2x'i vururam 2 eləyir 4x, üstə gələk. X'i vururam 32-yə 32x. Bunların mollarının cəmi eləyir 3x. Bu da bərabərdir 36x bölək 3x. Bu da bərabər eləyir. Deməli, x-lər yaxşılar gedir, qalır 12. Deməli, guruldayıcı qazın orta molyar kütləsi neçə oldu? 12. Həmin bu qaz qarışığının orta molyar kütləsini 12-yə bərabər edirəm. Qaz qarışığının orta molyar kütləsini nətər yazaq? 2-ni vururuq 30-a, bu eləyir 60. Üstə gələk 4,5 y. Məxrəsdə bunların mollarının cəmi 2 ilə 4,5-i toplayıram 6,5. O da bərabər edir 12-yə. Buradan 60 üstə gələk 4,5 y bərabərdir 12 vuraq 6,5. Buradan da y bərabərdir 4-ə. Bizdən də soruşur elə y-in nisbə atom kütləsini, cavab olur A variantı.